canlı efirdəyəm, efir aparıram. Birdən zəlzələ oldu. Sən də efirdə. Mən də efirdə. O bizə paylaşırlar, bir də göstərirlər. Bax elə məni paylaşırlar. Hamı qaçdı. Mən də durdum ki, qaçam. Qaçanda gördüm ki, kəndir şunur bağlıdır. Qabaq eləydi axı mikrofonlar. Bu şunuru qoyum, onda gərək dağdan qaçam, nətər qaçam, dedim, cəhənnəm ölərəm də kişi deyiləm. Mən ancaq o epizod... O vaxt stansiyonu deyildi axı. Epizodu deyil. Yox, petriçkalar da şunurla idi. Deyirdi, şunurluydu. Epizodu deyil. Mən buradan qaçdığım görüktü. Kameranın qabağından qaçdım. Və ora çatanda başa düşdüm ki, şunur məni buraxır, qayıtdım yerimdə oturdum. Rəhman gözünə dönüm. Götürdüm mənim o qaçmağımı. Təbii ki, o vaxt ki, bir başqa ora hörmətdir, bizim bu saatda elə paylaşır, eləyir. Çox gözəl bir məktəb direktorudur, müəllimdir. TED Tobus Turan komandası mətbuat xidməti rəhbəri, nə bilməm. Neynə paylaşdı bunu? Yox, götürdülər həmin yeri paylaşdılar ki, doktor qaçdı. Amma əslində qaçmamışsan. Allah'ın olsun qaçmamışdım. Şunur qoymadı qaçmağa. Əslində qaçırdın ha. Ya qaçmıyorum. Sonra da məlum oldu ki, indi niyə qaçırlar adamlar? Zəlzələyə görə yox, müharibə dövrüdür. Ham qaçır ki, yəqin atdılar da, qrad atdılar, nə atdılar, təhlükəsizliyə görə qaçırlar. Sonra da məlum oldu ki, yox, bu erməni atışı deyil. Qalaca silkələnib də zəlzələdir, ancaq bax onu böyük bir baxış sayıdır Rəhman Əliyev.